Rəqsanə, bir daha xoş gördük səni. Bu məsələ ilə bağlı detalları səndən almaq istəyirik. Salam Nurayna, hər vaxtınız xeyir olsun. Bəli, vurğuladığınız kimi Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən əmək məcəlləsinə dəyişikliklər edilib və öz təsdiqini tapıb bu dəyişikliklər və həmin dəyişikliklərdə işə götürənlə işçilər arasındakı əlaqələrin tənzimlənməsi və bu istiqamətdə olan məqamlar da yer alıb. Amma ən çox diqqət çəkən məqamlardan biri də elə bəzi şəxslərin, işçilərin daha çox, yəni 2 qat əmək haqqı alması ilə bağlıdır ki, bu hansı hallarda bu addım atıla bilər və eyni zamanda kimlərə şamil olunur? Bununla bağlı detalları elə Milli Məclisin üzvü Vüqar Bayramovdan əldə edəcəyik. Xoş gördük Vüqar bəy. Buyurun, detalları, suallarımıza cavabı və dəyişikliklə bağlı məqamları sizdən eşidək. Hər vaxtınız xeyir. Qeyd etdiyiniz kimi Cənab Prezident tərəfindən əmək məcəlləsi edilən dəyişikliklər təsdiq olundu və bu deməkdir ki, artıq əmək məcəlləsində olan çox saylı dəyişikliklər qüvvəyə minib. Həmin dəyişikliklərdən biri də məhz bayram günlərində, qeyri-iş günlərində işçilərə əmək haqqının ödənilməsi ilə bağlıdır. Əvvəla qanuna, yəni dəyişikliyə gətirilən yeniliklərdən biri ondan ibarətdir ki, yeni dəyişikliklərlə saat hesabı vəzifə maaşı, yəni əmək haqqı nəzərə alınmaqla ödənişlər həyata keçiriləcək. Bu demək ki, əvvəlki qanunvericilikdən fərqli olaraq yeni dəyişikliklərdən sonra qanunvericiliyə hər saata görə vəsaitin, əmək haqqının ödənilməsi nəzərə alınıb. Bu demək ki, artıq bu yeni zamanda təbii ki, saatlıq əmək haqqıya keçid kimi də qiymətləndirilə bilər. Və yeni dəyişikliklərin özəlliyi ondan ibarətdir ki, bu zaman vətəndaş əvvəla işləyirsə, həm işdən sonra bayram günlərində və ya qeyri-iş günlərində o zaman həmin işçiyə ödənilən vəsaitin məbləği onun saatlıq əmək haqqısının ən azı 2 dəfə çox olmalıdır. Yəni, nəzərə alsaq ki, əvvəllər saatlıq əmək haqqının yanaşması yox idi, amma çünki bəzi hallarda işçi bütöv gün işləmir. Məsələn, nəzərə alsaq ki, yəni bütöv gün üçün 8 saat işləmək lazımdır, amma bəzi hallarda işdən sonra və ya qeyri-iş günündə işçi 3 və ya 4 saat işləyir. Nəticədə bu zaman artıq saatlıq əmək haqqının hesablanmasına ehtiyac olur. O baxımdan yeni dəyişikliklər bütöv gün olmayan, amma müəyyən saatlar işləyən vətəndaşlarımız üçün məhz həmin ödənişlərin həyata keçirilməsinə imkan verəcək. Məsələn, əgər vətəndaşımızın saatlıq hər saat üzrə əmək haqqısı 20 manatdırsa və o əlavə olaraq 4 saat işləyibsə, bu halda ona əlavə olaraq 80 manat deyil, 160 manat ödəniləcək. Yəni, bu demək ki, həmin vətəndaşımız ən azı 2 dəfə çox əmək haqqı almış olacaq. Nəsə bu həmin vətəndaşımıza 2 dəfə çox əmək haqqının ödənilməsinə imkan verəcək. Digər tərəfdən, təbii ki, burada vacib məqamlardan biri hər saata görə əmək haqqının hesablanması və əmək haqqının ən az 2 dəfə çox nəzərə alınmasıdır. Bu da təbii ki, nəticə etibarilə işlənilən saatların itməməsinə və hər saata görə əmək haqqının ödənilməsinə imkan yaradılır. Bu baxımdan təbii ki, yeni dəyişikliklər birmənalı şəkildə işçilərin hüquqlarının qorunması, onların qeyri-iş və ya bayram və ya overtime, yəni işdən sonraki müddətdə çalışdığı zaman daha çox əmək haqqı almasına və praktik olaraq bütövlükdə əmək hüquqlarının daha yaxından qorunmasına imkan yaradacaq. Təşəkkür edirəm Vüqar bəy, ətraflı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə qeyd elədiyim kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən əmək məcəlləsində olan bu dəyişikliklər öz təsdiqini tapıb və elə indiki məqamda da 2 qat əmək haqqıdan söhbət gedir ki, onun da hansı hallarda, hansı şəxslərə şamil olunduğu ilə bağlı informasiyaları elə Milli Məclisin üzvündən əldə etmiş olduq. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkür edirik məlumatlar üçün.